Salamlar dostlar hamınıza. Mən bu gün sizə PUBG-də nətər tablet modu olacağını göstərəcəm. Gəlin başlayaq. Bir dəqiqə. Görürsünüz də PUBG Mobile. Buna giririk. Baxın. Gözlüyüm bir dəqiqə. Dursun. Bir dəqiqə. Dursun biraz. Mənim telefon biraz donur deyə narahatçılıq gec girir. Aha. Bax bunu görürsünüz. Gördünüz də onu. Bax o incələcək. İndi gəlin baxaq. Baxın. Bir dəqiqə. Bir də bu telefonda olur. Honor telefonların yəqin ki bilirsiniz də. Bax onda olmur. O telefonlarda olmur. Yadınızda saxlayın. Honor telefonlarında olmur. Baxın indi gəldik. Bunu görürsünüz. Sizdə də olacaq bundan. Buna daxil oluruq. Baxın. Bu var ya, burada üçgen. Bax bu var ya. Bu. Bax ondan beləsinə basıb çıxırıq. Bax bu uygulamanın üstünə basılı tuturuq. Və deyək bu gələcək. Sizdə ayrı şey də gələ bilər. Belə eləyirik. Gördünüz belə oldu. Sonra buradan tutursunuz. Bax buradan. Buradan tutursunuz və incəldiniz. İncəltdik. Baxın. İndi bu PUBG Mobile var ya. Onun üstünə basırıq. Daxil oluruq. İndi 5'ə çən sanıyırıq. 1, 2, 3, 4, 5. Sonra bu deyək bu uygulama ilə belə eləyib çıxırıq. Söndəririk telefonu. İndi olacaq. Baxın. Gördünüz incəldi. İndi nətər girəcəyini də görürsünüz çox incəlib. Görürsünüz. İndi girsin və adam nətər incəldiyini görərsiniz. Tablet modudur. Bazı adamlar bilir bunu. Bazıları bilmir də. Onları öyrədirəm. Məsələn bu oyunda oynayanda bu tablet modunu eləyib də oynayanda hər hansı bir oyuna girib oyunda oynayıb tullananda daha çox uzağa tullanır bu tablet modunda. Bu mənim özdə ilk videomdur. Shorts videolarına çox atırdım. Dedim bu videoya da atım da. Gözlüyüm buradan çıxım bir dənə. Çıxdım. Görürsünüz. Nətər incəldi adam. Və burada videomuz bitir. Videoma like atıp abone olmayı unutmayın. Hədəfim 1K olmaqdır. Sizə də deyirəm, nə olar abone olun və 1K olaq abunəçidə. Sağ olun.